Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin, Naxçıvan şəhər İcra Hakimiyyətinin və Azərbaycan Nəşriyyatlar Assosiasiyası İctimai Birliyinin birgə təşəbbüsü ilə Bookfest 2025 sərgisi keçirilir. Festival çərçivəsində 20-dən artıq nəşriyyatın 30 mindən çox kitabı da nümayiş etdirilir. Gün ərzində bugün yazarlarımızla görüşlər, oxu saatları olacaqdır. Həmçinin növbəti günlərdə isə Bookfest çərçivəsində yenə bizim tanınmış yazıçıların oxu saatı, imza günləri, panel müzakirələr təşkil olunacaqdır. Eyni ilə 10 may tarixində isə axşam saatlarında konsert proqramı baş tutacaqdır və eyni zamanda möhtəşəm atəşfəşanlıq olacaqdır. Həmçinin ayın 11-i yenə bizim Bookfest festivalı davam edəcək və bu Bookfest festivalı çərçivəsində Orxan Şahbazovun, Ülviyə Tapdığın hər birinin seminarları, gənclərlə görüşləri olacaq və Naxçıvanlı yazarların öz oxuyucuları ilə görüşü keçiriləcək. Bu bizim Azərbaycan Nəşriyyatlar Assosiasiyasının 22-ci sərgisidir. Amma Naxçıvanda ikinci sərgimizdir. Təqribən 30-a yaxın nəşriyyat iştirak edir. Düşünürəm ki, Naxçıvan kitab sərgisi Bakıda keçirilən beynəlxalq kitab sərgisindən sonra, yəni Respublika beynəlxalq kitab sərgisindən sonra ən böyük kitab sərgisidir formatına görə. Həm burada yaradılan şərait çox ürəkaçandır. Ümumiyyətlə Naxçıvan rəhbərliyinin, bu sahədə səlahiyyətli şəxslərin ciddi şəkildə nəqd, nəzarət, belə deyə proseslərə əl qoyması doğrudan ürəkaçandır. Ümid edirəm gələn il biz bu sərgini Naxçıvan Beynəlxalq Bookfest adı ilə keçirəcəyik. Dünyanın müxtəlif yerlərindən naşir və yazıçılarını bura dəvət edib, həm oxucularımızı, həm kitab sevərləri bu kitabı ilə əl çatan şəkildə tanış eləmiş olacaq. Festival çərçivəsində oxucularla görüşlər, imza saatları, panel müzakirələrin təşkili də nəzərdə tutulur. Kitablar düşüncələrin zamana sığmayan xəzinəsi, yaddaşın xəritəsi və maarifin ən güclü silahıdır. Hər kitab insanın özü ilə, tarixi ilə və bəşəriyyətlə apardığı dərin bir söhbətdir. Kitablar düşüncələri azad edir, qaranlıqda yol göstərir və gələcəyə ümid toxumu səpir. Bura hər yerdən kitab sevənlər, ədəbiyyat sevənlər, elmə, incəsənətə, mədəniyyətə qiymət verən insanlar yığılır. O baxımdan baxanda o nurlu üzləri görürəm. İstirahət sayıram özümə belə kitab sərgilərini. Sağ olsun bunu təşkil edənlər, əmək olanlar, Naxçıvan rəhbərliyi, Nəşriyyatlar Birliyi, bütün burada əmək keçənlər və yaxşı olar ki, tez-tez təşkilləsinlər, ən azı ildə bir dəfə belə böyük, möhtəşəm bir tədbir olsun. Tiaspres və 3 alma 4000-dən çox kitab və 500-dən artıq növ kateqoriya üzrə gəlib. Oxucuların marağı həddən artıqdır. Keçən il aldığı və oxuduğu kitablardan xoşları gəldiyi üçün yenidən və yenidən gəliblər və daha fərqli kitablar axtarışındadılar. Bu çox sevindiricidir ki, Naxçıvanda bu qədər oxuyan bir təbəqə var və çox sevindiricidir ki, oxuyan təbəqə əksəriyyət ziyalılardır, gənclərdir, uşaqlardır və valideynlər uşaqlarla kitab almağa gəlir. Bundan gözəl ənənə ola bilərmi? Təbii ki, yox. Ölkənin tanınmış yazıçıları, şairləri oxucular ilə görüşüb onlara imzalı kitablar təqdim ediblər. Günün davamında yazıçı Dilşad Talıbovanın oxucularla görüş və imza saatı, Rəşad İbrahimovun isə ruhlandıran layihələr idarə etmə kitabının təqdimatı keçirilib.
burada bizim diqqətimizi çəkən məsələlərdən biri də oldu ki, universitetdə müəllimlər tələbələrə belə kitab alıb hədiyyə eləyirdi. Yəni bu kitab alıb hədiyyə etmə ənənəsi də burada çox gözəldir. Deyərdim ki, bütün regionlarımız kimi Naxçıvan da həqiqətən kitaba, maarifə, elmə çox böyük dəstək verirlər və mən arzulayıram ki, bizim bugünkü festivalımız növbəti illərdə daha böyük formatda da keçirilsin. Bizim stendimizdə daha çox uşaq ədəbiyyatına maraq göstərilibdir. Valideynlərin öz övladlarına kitab alması çox sevindirici bir haldır. Həm özlərini inkişaf elətdirmələri baxımından kitab seçmələri, həm uşaqların özlərinə kitab seçmələri, buna icazə vermələri çox yaxşıdır. Və ən çox sevdiyim məqam isə bu idi ki, uşaqlar özlərindən əlavə ya qohumlarının uşaqlarına, ya da ki, öz dostlarına kitab alırdılar ki, gələ bilməyən varsa, onlar da ən azından buradan bir paylarını götürmüş olsunlar. Mən düşünürəm ki, Naxçıvanlılar daha çox kitaba meyillidirlər və bu festival, bu sərgi mənə gəlir ki, uşaqların belə ürəyində, zehnində böyük rol oynayacaqdır. Və mən özüm kino rejissor olmama baxmayaraq, mən bir kitabım çap olunubda Altın Nəşriyyatda və mən də bu günləri Naxçıvanlıların görüşünə öz kitabımla gəlmişəm. Həsən Məmmədov, Tərlan İbrahimova, NTV Xəbər.